Niyə heç kim retainer nədir bilmir? Mən yanıma adətən müalicəsini bitirmiş və müayinə üçün gələn pasientlər olur və mən həmişə soruşuram ki, nə ilə dişlərinizi qoruyursunuz, nə istifadə edirsiniz? Fix retainermi, taxılıb çıxardan retainerlardanmı? Və adətən 90% hallarda pasientlər fix retainerin nə olduğunu belə bilmir. Bunlar ön dişlərimizin iç tərəfindən yerləşdirdiyimiz incə məftillərdir. Mən bütün müalicələrimdən sonra həmişə bu məftili yapışdırıram və ömür boyu qalmağını məsləhət görürəm. Bundan əlavə isə gecələri taxılıb çıxardılan SX kappaları tövsiyə edirəm. Əgər bu ikisini istifadə etsəz, heç vaxt dişləriniz pozulmayacaq. Bəzən pasientlər deyir ki, ömür boyu bununla mı qalacaq biz bu məftillərlə? Həmişə özümdəki retainer məftilini göstərim ki, baxın məndə də 12 ildir var və sizə heç bir zərəri yoxdur. Niyə gülüşümüz pozulsun bizim? Niyə bu əziyyətlərimiz boşuna getsin? Ona görə mən müalicələrdən sonra fix retainerların ömür boyu qalmasını, taxılıb çıxardılan SX-lərin isə 1 il, il yarım qədər istifadəsini məsləhət görürəm.